Salam, mən Bayramova Fidan, 19 yaşım var. Qarabağ Universitetinin Psixologiya ixtisasının 2-ci kurs tələbəsiyəm. Mənim ilham mənbəyim atamdır. Çünki atam da mənim kimi uğurlarına fokuslanan və hədəflərinə uyğun çalışan birisidir. İndi isə layihəmiz haqqında sizə biraz məlumat vermək istəyirəm. Biz rəfiqələrimizlə oturub müxtəlif ideyalar və layihələr haqqında danışarkən birdən ağlımıza bu layihə gəldi. Və biz də bu layihəni həmin bu anda Azad Mirzəzadə adına təşkil olunan inkişaf proqramının təlimi keçirildi. Və biz də bu layihəmizi ora təklif etmə qərarına gəldik. Deməli, bizim bu layihəmizin məğzi nədən ibarətdir? Torpağa gec qarışan olan plastik materialdan ibarət olan plastik qutuların geri dönüşümüdür. Yəni, bizim həmin bu plastik qutular üzərində QR kodumuz olacaq və həmin QR kodu oxudulan recycle binlər üzərində sensor yerləşdiriləcək. Həmin bu plastik qutular sensorlarda oxudularaq, QR-lar vasitəsilə oxudularaq recycle binlərin içərisinə atılacaq. Bəs bunun İnsanlar necə biləcək? Yəni, bundan xeyirləri nədir? Öncəliklə bizim burada xeyrimiz odur ki, ekologiyamızı qorumaq və Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına qatmaqdır. İnsanları biz bunu necə təşviq edirik? Həmin Tıraş Tükaş adında bizim bir proqramımız var. Həmin bu proqramda insanlar qutuları atdıqca orada saylar göstərilir və hər qutu atanda oradan onlara depozit gəlir. 1, 3, 5 qəpik sırasında. Həmin Tıraş Tükaş proqramında map var. Map yerində, yəni xəritə yerində bizim recycle binlərin yerləri göstərilir. Əgər qırmızıdırsa, deməli bu recycle bin doludur. Yaşıldırsa, deməli recycle bin boşdur. Bu həmçinin təmizlikçilər üçün də xeyirdir. Çünki onlar yəni vaxt itkisi olmadan harda dolu recycle bin varsa onu oradan götürməyə sahib olacaqdır. Bu qədər bizim layihəmiz bundan ibarətdir. Təşəkkür edirəm.